İnsan haqqında ilk məlumat verən onun adıdır. Valideynlər ad seçərkən həm körpənin gələcəyini, həm də keçmişin izlərini düşünürlər. Bəzən adlar yaddaş daşıyıcısına çevrilir. Bir babanın, bir nənənin adı nəvəsinin adında yenidən doğulur. Sosioloqun dediyinə görə adlar insanların həyatında yönverici rol oynayır. Məşhur sosioloq Goffman var. Goffmanın yanaşması budur ki, adlar insanlardan olan gözləntiləri də şərtləndirir. Misal üçün, fikir vermişsinizsə, adı Şahin olan insanlar adətən daha belə cəsur olurlar. Adı Sakit olan insanlar görürsünüz ki, həqiqətən sakit olurlar. Çünki bu sosial konstruktivizm deyirlər də buna. Cəmiyyətin adlara yüklədikləri mənadır ki, daha sonra həmin mənanı da qarşı tərəfdən tələb edirlər, görməyə çalışırlar. Bu adlarla böyüyən uşaqlar bəzən öz adları ilə deyil, adının daşıdığı adamla tanınırlar. Sənin nənən də elə idi, baban da belə danışardı. Bu cümlələr ad daşıyıcısının öz şəxsiyyətini tapmaq yolunda böyük yükə çevrilə bilər. Bəzən bu adlar uşağın özünü sərhədləməsinə də rol asa bilir. Tutaq ki, mənim babam əgər bu vəzifədə çalışıbsa və mənə babamın adını qoyublarsa, mən düşünə bilərəm uşaqlıqdan ki, gərək mən də babam kimi deyək ki, sürücü olum. Bəlkə də mən sürücü olmaq istəmirəm, amma sürücü olmağa meyləndirə bilər mən onu. Ona görə valideynlər çalışıb övladları istiqamətləndirməlidirlər ki, yəni bu ad sadəcə bir mirasdır, yəni bu bir yük deyil, bu müsbət bir şeydir. Psixoloq isə bildirir ki, uşağın özünü tanıması, fərd olaraq özünə məxsus bir başlanğıca ehtiyacı var. Ancaq adla birlikdə ötürülən emosional miras bəzən bu prosesi ləngidə və ya yönünü dəyişə bilər. Valideynlər bir mənalı nəzərə almalıdırlar ki, uşağa qoyulan ad bir mənayı kəsb etməli, həqiqətən də onun xarakterinə, onun psixologiyasına müsbət təsir etməsi üçün bir çalar ifadə etməlidir və bir neçə dildə həmin ad gözəl səslənməlidir. Uşağa nənə və ya baba adının qoyulması Azərbaycanda dərin köklərə söykənən bir adətdir. Uşaq bir növ nəsil körpüsünə çevrilir. Həm keçmişi yaşadır, həm də bunu gələcəyə daşıyır. Uşaq həmişə uşaq qalmır, uşaq böyüyür. Yəni onu əzizləmək üçün qoyulan adlar müəyyən yaşdan sonra itirir, öz dəyərini, öz mənasını itirir. Bu aspektdən hər bir fərdə ad qoyarkən valideynlər onun gələcəyini düşünməlidir. Çünki məsuliyyəti böyüklər daşıyır təbii ki. Bəzi psixoloqlar bildirir ki, uşaqlar öz adlarının arxasında bir başqa şəxsin, xüsusən də artıq həyatda olmayan birinin xatirəsini yaşatdıqlarını bildikləri üçün özlərini yük altında hiss edirlər. Adını sevməyən uşaqlarda natamamlıq kompleksi olur, utanc hissi olur. Onlar məsxərəyə qoyulur deyə öz həmyaşıtları tərəfindən onlar o adları qəbullanmır, utanır və hətta adlarının dəyişməsini belə israrlılıq edirlər, adlarını dəyişmək istəyirlər. Ona görə bu cür insanları anlamaq olar. Təbii ki, bu kökdən düzgün istiqamətlənməlidir. Hər ad bir hekayədir, amma unutmamalıyıq. Hər kəs öz hekayəsini yazmaq üçün doğulur, başqasının izini davam etdirmək üçün yox.